Salam dostlar, belə bir məsələyə təqdim etmək istəyirəm. Gördüyünüz kimi bərabər yanlış bucaqdır. Bu bucaq bu tərəflə bərabərdir. Şərti görürsüz. Biz tapmalıyıq bu vətəri. Aydın mən bunları birləşdirsəm, birinci bu bucaqla bərabər, çünki bərabər yanlış bucaqdır. Bunları birləşdirsəm, radius, bu da bərabər yanlıdır. Bunlar bərabərdir. Eyni zamanda bu da buna bərabərdir. Paralellik əlamətinə görə iki düz xəttin uyğun bucaqla bərabərsə bunlar paraleldir. Bunlar paraleldir, görürsüz. Və onda Fales teoreminə görə bunlar bərabərdir, bu paraleldirsə bunlar da bərabər. Yəni bu orta xəttdir. Orta xətdirsə onda bunun yarısına bərabərdir. İndi bunları da birləşdirsək, bu da radiusdur, görürsüz. Yəni bu olacaq bunun yarısı. Əgər biz bunları birləşdirsək, düz bucaq düz bucaq alacaq. Niyə? Çünki şərtə görə çəkilmiş tərəfə çəkilmiş parça həmin tərəfin yarısına bərabərsə, bu düz bucaq düz bucaq əmələ gətirir. Göründüyü kimi bu parça həm hündürlük, yəni 90 dərəcədir, həm də mediandır. Ona görə bu bütün tərəflərdə bərabər olacaq, yəni olacaq bərabər tərəf üç bucaq. Və belə biz burada alacaq 60 dərəcə, 60 dərəcə, 60 dərəcə. Burada 60 dərəcə olacaq, bilirsiniz, burada 60 dərəcə olacaq, onda burada 60 dərəcə olacaq. Nəticədə biz bunu da bərabər tərəfli üçbucaq olduğunu alacağıq. Belə çıxır ki, deməli, MN də radiusa bərabər olacaq. Biz də bilirik ki, bu bərabər tərəflidir, tərəf də bizdə 8-dir, bu orta xəttdir, onda bu da 8 olduğu üçün orta xətt olacaq, onun yarısı, yəni 4. Deməli, bunlar hər biri 4 olacaqdır, alırıq 4. MN bərabərdir 4. Düzgün variant B variantıdır. Belə maraqlı bir rolikin, videonun axırına gəldik. Əgər test xoşunuza gəldisə, xahiş edirəm like eləyəsiniz. Abunə deyilsinizsə, abunə olmanızı xahiş edirəm. Gələn görüşlərə qədər sağ olun.